Zaman, qadın və tanrı. Rəssam Emil Əzizin yaradıcılığı bu üç məfhumun vəhdətinin təcəssümüdür. Sənətçinin Milli Xalça Muzeyində açılan Naxış və Sülyət adlı fərdi sərgisi özündə müxtəlif mövzuları ehtiva edən rəsm əsərləri ilə zəngin ekspozisiyadır. Qarabağın zəngin mədəni irsini müasir vizual dildə təqdim edən sərginin əsas ideyası xalça ornamentlərinin minilliklər boyu qoruduğu yaddaşı 20-21-ci əsrlərin dəbi ilə birləşdirməkdir. Burada Qarabağ atlarının qədim xalça naxışları ilə vəhdəti mədəni irsin incəsənətdə hələ də aktual olduğunu sübut edir. Qarabağ adını yaşatmaq üçün ümumiyyətlə Qarabağ atları və bənzər olmaz xalçaları ilə birgə 50 iş yaratmışam. Bu əsərlərdə Qarabağ xalçalarının müasir gözlə yansıtmasını görəcək tamaşaçılar Qarabağ atlarının silüetləri və naxışlarla bərabər 9 ədəd rəsm onları gözləyir. Bunların yanında Bakının və Azərbaycanın müxtəlif köşələrindən də əsərlər var. Narlar məsələ bu əsərlərdən bir dənəsidir. Sərgini zənginləşdirən istiqamətlərdən biri də qadın portretləridir. Bu əsərlərdə xalça ornamentləri qadının kimliyi, ruhu, keçmişlə əlaqəsi və müasir dünyada özünü ifadə forması kimi təqdim olunur. Portretlərdə qadın obrazlarının mimikaları, döyüşçü, şahzadə, qayğıkeş, eyni zamanda hünər simvolu təqdimatı Emil Əziz yaradıcılığının orijinallığından xəbər verir. Sərgiyə Milli Xalça Muzeyinin ev sahibliyi etməsi də təsadüfi deyil. Rəssamın Şahzadə əsərində istifadə etdiyi dəbilqə və qılınc kimi döyüş simvolları muzeyin arxivində qorunub saxlanılan artefaktlardır. Emil bir neçə ölkədə artıq fərdi sərgilərini təşkil etmişdi, amma bizim muzeydə ilk dəfədir Emilin sərgisi nümayiş olunur və o sərginin xüsusiyyəti ondadır ki, bizdə qorunub saxlanılan xalçalara müraciət edib rəssam öz yaradıcılığında. Artıq dekabr ayında biz adətən bir hesabat xarakterli sərgilər keçiririk və bu il nə xoşdur ki, Azərbaycan Milli Xalça Muzeyində gənc rəssamların 10-a yaxın fərdi sərgisi keçirildi. Dekabrın 21-nə qədər davam edən Naxış və Sülyət sərgisi milli ornamentlərin, mədəni irsin, Bakının tərənnümünün harmoniyasından ibarət unikal ekspozisiyadır. Oruc Ələsgərov, Kamran Sodiyev, Sevgi Əlizadə, Mədəniyyət xəbərləri.